Salamlar. Heç fikirləşmisiniz ki, bəlkə də sözlər sadəcə hərflər yığını deyil? Bugün biz sizinlə birlikdə çox maraqlı, dərin bir mənəvi mövzunu araşdıracağıq. Söhbətimiz deyimlərdəki işıqdan gedəcək, yəni sözlərin içində gizlənən o ilahi mahiyyətdən. Baxın, bütün söhbətimiz məhz bu sualla başlayır. Elə bir sual ki, yəqin hər birimiz özümüzə vermişik. Yaradanla aramızdakı məsafə nə qədərdir? O bizi görür, eşidir. Mənbəyimiz bizi məhz bu sualın cavabını tapmaq üçün bir səyahətə dəvət edir. Yaxşı, gəlin görək bu sualın cavabına gedən yolda bizi nələr gözləyir. Əvvəlcə, bəşəriyyətin bu böyük sualına toxunacağıq, sonra nurla dolu ilahi deyimlərin nə olduğuna baxacağıq. O nurdan gələn işığın mahiyyətini anlamağa çalışacaq, yaradanla yaranış arasındakı o möhtəşəm əlaqəyə nəzər salacaq və sonda bütün bunların bizə apardığı o son mənzili, yəni əbədiyyətə gedən yolu müzakirə edəcəyik. Bəli, söhbətə elə o sualdan başlayırıq. Yəqin ki, çoxumuzun həyatında bir dəfə də olsa özünə verdiyi o universal sualdan. Yaradanla bizim aramızdakı bağ necədir? Uzağıq yoxsa yaxın? Bu, bütün axtarışların başlanğıc nöqtəsidir. İşin maraqlı tərəfi odur ki, mənbəyə görə cavab heç də sadə bir izah deyil. Cavabın özü ilahi deyimlərin təbiətində gizlənib. Yəni bunlar adi sözlər, nağıllar deyil, içində xüsusi bir güc, bir mahiyyət daşıyan kəlmələrdir. Yaxşı, bəs nədir bu deyimlər bu qədər fərqli, bu qədər xüsusi edən? Bax, burada mətn qarşımıza çox vacib bir anlayış çıxarır. Nur. Baxın, bu sitat əslində bütün məsələnin açarıdır. Deməli, bu sözlər sadəcə informasiya daşılır, onlar birbaşa ilahi bir mənbədən gələn nurun daşıyıcısıdır. Və insan o sözləri oxuduqda sadəcə məlumat almır, o nura qoşulur və bu prosesdə paklanır. Gəlin bu prosesə biraz daha yaxından baxaq. Yaxşı, tutaq ki, bu nur anlayışını qavradıq. Bəs bu nurla təmas qurmaq bir insana praktikada necə təsir göstərir? Bu, bir növ transformasiya prosesidir. Baxın, bu cədvəl məncə ən maraqlı yerlərdən biridir. Burada ilahi və bəşəri sözlər arasındakı fərq o qədər kəskin göstərilir ki, bir tərəfdə nurla dolu, insana işıq qazandıran ilahi sözlər var, digər tərəfdə isə sırf insan zəkasının məhsulu olan, bizi yoran və hətta daxili işığımızı azaldan sözlər. Çox düşündürücüdür, deyilmi? Deməli, mətn bizə 4 addımlıq sadə bir yol göstərir. Bu mənəvi işığı əldə etmək üçün proses belədir. Əvvəlcə ilahi deyimləri oxuyursan, sonra onların içindəki o nura şuurlu şəkildə qoşulursan, bu əlaqə nəticəsində işıq alırsan və sonda paklanırsan. Bu məqamda ağla çox məntiqi bir sual gəlir. Bəs bütün bunların, yəni bu işığın, zəkanın, ümumiyyətlə varlığın özünün mənbəyi haradır? Yaradanla yaranış arasındakı münasibət əslində necədir? Və cavab çox fundamental bir ifadə ilə verilir. Bu, sadəcə bir cümlə deyil, bir varlıq bəyanatıdır. Yəni, hər şeyin mərkəzində Yaradanın varlığı dayanır. Hətta bizim düşünmə, anlama qabiliyyətimiz, zəkamız belə onun varlığının bir təzahürüdür. Yəni, bu prosesi bir şəlalə kimi düşünə bilərik. Mənbə yuxarıdadır, yaradandadır və o nur aşağıya, yəni bütün yaranışa doğru axır və hər bir varlığın öz işığına çevrilir. Və bu çox vacib bir məqamdır, bir tərəfli axındır. Yaranış yaradanı deyil, yaradan yaranışı öz işığı ilə bəsləyir. İndi isə mövzu daha da genişlənir. Mətn bizi yaradanın qavrayışının, onun görmə və eşitməsinin o inanılmaz miqyası ilə tanış edir. Cəmi 2 söz. Mən görər, mən eşidərəm. Amma bu 2 sözün arxasında nə qədər dərin bir məna yatır. Gəlin görək, bu nə deməkdir? Bu görmə və eşitmə sadəcə bizim anladığımız kimi deyil. Bu, bütün kainatı, milyardlarla qalaktikanı, planetləri, hər bir yaranmışı əhatə edir. Amma bununla da bitmir. Ən kiçik yağış damlasından tutmuş, ən dağıdıcı zəlzələlərə qədər hər bir təbiət hadisəsi bu idrakın içindədir. Və bəlkə də ən təsirlisi, bu, insanların bir-birinə etdiyi haqsızlıqlara, yaşanan ədalətsizliklərə, tökülən qanlara qədər uzanır. Heç bir şey gizli qalmır. Daha da dərinə getsək, təkcə əməllərimiz yox, heç kimin bilmədiyi arzularımız, qəlbimizdən keçən niyyətlərimiz, planlarımız, hər bir şey bu sonsuz şuurun bir parçasıdır.
Yaxşı, bütün bunları anladıq. Bəs bütün bu yolun, bu işığa bağlanmağın son mənzili, əsas məqsədi nədir? Bütün bunlar bizi hara aparır? Baxın, cavab çox aydındır. Bu əlaqə, yəni onun nuruna qovuşmaq, elə onun özünə qovuşmaqdır və bu da əbədiyyətə qovuşmaq deməkdir. Yolun sonu əslində əbədi bir başlanğıcdır. Deməli, yekun olaraq deyə bilərik ki, bu bir təkamül səyahətidir. İlahi deyimlərdəki o dərin hikmətləri öyrəndikcə təkcə ruhumuz yox, həm də elmimiz, biliyimiz inkişaf edir, insan olaraq daha yüksək bir səviyyəyə qalxırıq. Beləliklə, bütün bu söhbətdən sonra hər birimiz üçün bir sual qalır. Həqiqətən də biz oxuduğumuz sözlərdə, dinlədiyimiz söhbətlərdə hansı işığı axtarırıq? Bizi gücləndirən yoxsa zəiflədən işığı? Bu barədə düşünməyə dəyər. Vaxt ayırıb dinlədiyiniz üçün çox sağ olun.